göndərmək istəyənlərə salamını göndərərəm. Yalnız ona deyərəm ki, qoy elə ki, mən hər il bura gəlib səni ziyarət edeyim. Bəli, biz 2 nəfər eyni bir kassada pullarımızı yığdıq. Məktəbdə bizə verilən pulların hamısı yığdıq ki, biz özümüzə həm paltar alaq, həm də bəlkə biletimizin pulunu bəlkə tamamlayaq. Bir biletimizin pulunu anamız, bir biletimizin pulumuzu atamız verirdi. Və biz də paltarlarımızı yığmaq, öz paltarımızı almaq üçün pullarımızı yığdıq və sağ olsun $100 yığa bildik. Mən bura gəlmə səbəbim odur ki, imamların getdiyi yolun əzalarını hiss eləmək istəyirdim. Hiss eləmək istəyirdim çünki imamların getdiyi yolda çox döyüşlər olur və bu döyüşlərdə bizi hər televizorlarda görmüşük və biz də bunları hiss eləmək üçün biz bu yürüyüşə qatılmaq istəmişik və 90 kilometr yolu getməyə hazırlaşmışıq. Mən də elə tövsiyə edərdim. Çünki bu yolda yorulmaq deyə bir şey yoxdur. Mən evdə çox bəzən yeriyəndə mənim də çox ahmaq deyərdim. Mən bu yolu o qədər tez qət elədim ki, heç hiss eləmədim mənim ayaqlarım ağrıyır.